Borçalı xalçaları biraz təhlükə altındadır, çünki yeni nəsil maraq göstərmir toxumağa, çünki əziyyətli işdir. Sadəcə yaşlı nəsil toxuyur. Onların da ən cavanın harasa 55-60-a yaxın yaşı var. Bu da problemdir. Borçalı stili dünyada çox məşhurdur. Ornamentlərdir, dünyada çox məşhurdur. Qaraküp xalçasıdır, dağ borçalı dediyimiz Lori Pambak, o çox məşhur dünyada. Bizim borçalı xalçaları daha çox, bir misal üçün, bir dənə misal gətirim. Bir qadın qızı evlənəndə ona cehizli toxuyur və o xalçanın üstündə elə-belə sadəcə elementlər deyil. Onun üstündə onun arzuları var. Arzuları onun ailəsi bərəkətli olmağıdır, təhlükəsiz olmağıdır. Onu misal üçün əjdaha elementindən görə bilərik ki, ailəsini qorusun, göz muncuğu elementindən görə bilərik ki, ailəsini qorusun, ağac elementindən görə bilərik ki, nəsli çox budaqlı olsun, dəvə elementindən görə bilərik ki, haradakı qızının ailəsini arzu edir ki, bərəkətli ailəsi olsun.